əmrlərinə itaat edək, tövbə etməklə Allahdan bağışlanmaq istəyək, dünya və axirət səadətini, nicat yolunu əldə edə bilək. Allah bizləri ayıq, sayıq, mömin müsəlmanlardan qərar versin. Allah bizləri bağışlanmışlardan qərar versin. Quran-ı Kərimdə bir ayə oxudum. Allah Teala buyurur ki: "İnne şerre'd-devâbi indellâhi summul bukmullezîne lâ ya'dilûn." Allah yanında canlıların ən pisi düşünməyən karlar və lallardır. Əlbəttə, burada fiziki kar və laldan söhbət getmir. Ayənin məcazi mənasına da baxdıqda, yəni məcazi məna baxımından baxanda görürük ki, lal və kar, yəni həqiqəti görməyən karlar gözləri olduğu halda və ya düşüncələri olduğu halda və haqqı etiraf etmək olduğu halda haqqı etiraf etməyən və ya deməyən lallar. Yəni bu baxımından Allah Teala qeyd edir Quran-ı Kərimdə. Özü də buyurur ki, canlıların ən pisi düşünməyən, baxın bu ayət düşünməyən, yəni bir insan ola bilsin görsün, amma düşünmədən görsün. Bir şeyi olduğu kimi analiz edə bilməsin. Bir sözü eşitsin, amma o haqda düşünməsin. Düşünmədikdə, yəni açıq bəyan olunur ki, insan bir şeyi gördükdə, eşitdikdə fərqi yoxdur. Danışdıqda, xüsusən biz bu haqda danışmışıq, danışdıqda insan gərək dönə-dönə, təkrar-təkrar düşünə, danışa. Çünki sözü dedin, o sözün gərək cavabını da verə, hesabatını da verə biləsən. Amma düşünməyən insanlar bəzən söz dedikdə cəmiyyətdə fəsad yaranır və cəmiyyətdə ixtilaf yaranır, narahatçılıqlar yaranır, insanların qəlbində şübhələr yaranır. Bu da nəticə etibarı ilə insanlara və cəmiyyətə böyük bir zərər verir. İmam Əli əleyhissalam buyurur ki, bəsirətli insan odur ki, eşidər və düşünər, baxar və ibrət alır. Budur bəsirət əhli. Eşitdikdə bir şeyi düşünər, biri ona bir söz dedikdə onun haqqında düşünər, dərhal nəticəyə gəlib hərəkətə keçməməlidir. O məsələ haqqında bu adam bu sözü mənə niyə dedi? Bunu deməkdən məqsədi nədir? Bu şübhəni mənim qəlbimə atmaqla nəyi əldə etmək istəyir? Əfsuslar olsun bugün, hələ digər insanlarla işim yoxdur. Möminlərin əksəriyyəti bu durumdadır ki, onlara deyilən sözü, onlara belə deyək, atılan o vəsvəsələr onların qəlblərinə, o qulaqlarına ki, o sözləri eşidirlər və ya batil bir şeyi onlara göstərirlər, nə görməklə düşünürlər, gördüyü şeylər haqqında, nə də eşitdiyi şeylər haqqında düşünürlər. İmam buyurur ki, bəsirətli insan odur ki, eşidər və düşünər, baxar və ibrət alır. Amma qəlbi kör olan insan, ruhu kör olan insan, gözü kör olan insan, bəsirət gözündən söhbət gedir. Gözləri ilə baxsa da həqiqəti görməz. Nə qədər çalışsan, ona həqiqəti aşkar edəsən, başa salasan, həqiqət bundan ibarətdir. Səni aldadırlar, sənin qəlbinə şübhə atıblar. Budur haqq yol, budur düz yol. Dünən biz cümə axşamı biz danışdıq ki, Allah Teala buyurur ki, mənim yolum budur. Hansı yoldur? İnsan o yollar haqqında tam səfərbər olub o yolu getməlidir. Digər yolları getsə və ya düşünmədən göstərilən yolu və ya ona deyilən sözün ardınca getsə azıb və nəticə etibarı ilə həqiqi yoldan, Allahın yolundan uzaq düşmüş ola bilər. Necə ki, bu məsələ
Kərbəlada açıq-aşkar, belə deyək, o batil, pis olan insanlar öz sifətlərin, öz xislətlərin göstərdilər. Baxın, Allah buyurur ki, insan canlıların ən pisi düşünməyən karlar və lallardır. Kərbəlada idi canlıların ən pisi Əba Əbdüllahi Hüseyn özünün Peyğəmbərin övladı olduğunu və Allahın yer üzündə olan höccətinin olduğunu insanlara bəyan elədi. Amma canlıların ən pisi bugün bəzi müsəlman olan firqələr o insanlara ki deyirlər Allah onları bağışlayar, Allah onları bağışlasın. Allah onu öz kitabında o cür insanların, canlıların ən pisi, ən alçağı, ən rəzili adlandırır. O cür insanlara görsüz bəraət qazanmağa çalışır. Həmən insanlar eşidirdilər imamın sözün. Hansı ki o imam onun haqqında Allah Resulü buyurur ki Hüseyin məndəndir və mən də Hüseyndənəm. Həzrəti Hüseynin dediyi söz Peyğəmbərin öz dediyi sözü. Heç Peyğəmbərin deyək sözü də olmasın, ola bilsin bir sıra insan bunu qəbul eləməsin. Amma o söz insanın sözüdür. Peyğəmbərin nəvəsi idi və özünün kim olduğunu insanlara açıq bəyan elədi. Bəyəm İmam Hüseyin yalan deyirdi, mən Peyğəmbərin oğluyam. Ya İmam Səccad özünün kimin oğlunun olduğunu öz nəsl-əsəbin saymaqla, o insanlara deməklə yalan danışırdı. Bilmirdilər İmam Hüseyin Peyğəmbərin qucağında böyüdü. Bilmirdilər İmam Hüseyin Peyğəmbərin ciyər parası xanım Zəhra Səlamullahi Aleyhanın övladıdır. Bilmirdilər İmam Hüseyin Əleyhissalatu vesselam Peyğəmbərin ən yaxın sədaqətli dostu, canını onun üçün fəda edən bir şəxsiyyətin oğludur. Bilmirdilər ki o insanlar mübahilə günü Həzrəti Peyğəmbər oğlanlar Quran dedikdə İmam Həsən və İmam Hüseynin qolundan tutmuşdu. Aya, bəs niyə onlar özünü eşitməməzliyə qoydular? Çünki onlar canlıların ən pisi Quranın ibarəsi ilə desə olan karlar idi. Onlar lallar idilər, həqiqəti etiraf etmirdilər, etmək istəmirdilər. Onlar bilirdilər. Və görürsünüz, o içində bir-iki nəfər vicdanı oyandı, onlardan biri də hürr idi ki, artıq o pislərin içindən çıxıb özünün dili ilə bəyan elədi ki, həqiqət budur. Mən İmam Hüseyndən bu sözləri eşidirəm və etiraf elədi ki, bəli, o Allahın yer üzündə olan höccəti, siz batil olan əhlisiniz. Odur, bugün müminlər də, namaz qılanlar da diqqətli olmalıdırlar. Mən həmişə demişəm, bunu böyüklərimiz də deyib, Kərbəlada da imamın başını kəsənlər namaz qılırdılar. İmam Hüseyin zöhr vaxtı namaz qıldıqda və ya namaz vaxtları və ya mövlət istədikdə hər iki tərəf namaz qılır. Hər iki tərəf cemaat namazı qılır. Amma bir tərəf ayıq sayıq olan insanlar idi. Həmən dövrün, vəziyyətin doğru dürüst analiz etməyi bacaran insanlar idi. Bir tərəfdə də Quranın ibarəsi ilə dünyanın, canlıların ən pis və alçaq lal və karları idi. Əmirul Müminin buyurur ki, ağıllı insan odur ki, hər sözünü ölçüb bitsin. Hər işinin sonunu düşünsün. Mümin gərək ayıq ola. Mən niyə bu mövzulara daha çox çalışıram? Bugün elə bir vəziyyətdir ki, indi sonunda toxunacağam. Elə bir müminlərin arasına şübhələr, qardaş-qardaşla cəbhə yaradır. Qardaş-qardaşa qarşı vuruşur. Sosial şəbəkə bugün böyük bir müharibə meydanına çevrilib. İki dəstə, hər ikisi Peyğəmbər və onun əhl-i beytinin tərəfdarı, amma üz-üzə dayanıb bir-birlərinə olmayan ifadələr, sözlər, təhqirlər yağdırırlar. Amma
Biz imamlarımızın kəlamına baxsaq, görərik ki, onlar bizdən nə istəyirlər. Biz Allahın kəlamına diqqət eləsək, görək onlar bizdən nə istəyir. Biz Peyğəmbərin kəlamına diqqət eləyək, görək onlar belə bir həssas dönəmdə nə istəyirlər. Həzrət buyurur ki, ağıllı insan, yəni ayıq insan, ağıllı deyəndə heç kimə dəli deyilmir. Dünya nemətləri ortalığa qoyanda səndən məndən ağıllı olar. Yaxşı öz həyatını nizam dünya baxımından gözəl belə deyək proqram üzərində qurar. Amma ayıqlıq yoxdur. Dini camiyə nəzər yetirdikdə bir çoxları. Ağıllı insan odur ki, hər sözünü ölçüb bitsin. Bunu deyirəm, bunun arxasında nə var? Bundan sonra nə olacaq? Bugün bu sözü dedim, məni minlərlə, yüzlərlə insan dinləyir. Mənim bu sözümlə insanlar Allahın yolundan uzaq düşər ya yox. Hər işinin sonunu düşünsün. Bu sözdən sonra, bu işdən sonra, bu çəkilişimdən sonra necə olacaq insanların vəziyyəti? Möminlər necə ola bilər? Nəfsinin istəklərini deyil, Allahın razılığına tabi olsun ağıllı insan. Cahil ise nəfsinin istədiyini yerine yetirər və sonunda peşiman olar. Baxın, mənim əzizlərim, bir iş gördükdə bir anlıq bu işi görməmiş düşünək. Bu işi görməklə Allah məndən razı olar, yoxsa bir dəstə dinləyicim, tərəfdarım mənə deyər, əhsən, yaxşı dedin. Bunu deyən lazım idi bugünə qədər. Heç kim demirdi, sən dedin. Əgər bu söz sənə ruh verərsə, Allah buna görə səndən narazı olarsa və Allahın dininə zərər vurarsansa, düşmənin cərgəsində bilmədən yer tutarsansa, sənin işin, mənim işim çətin. Bunun üçün hər birimiz Allaha və onun Rəsuluna və Allahın yeryüzündə hüccətinə, xüsusən bugün bizi izləyən zamana imamı İmam Zaman Ağa Əcəlallahu Teala fərəcəhu şərifə cavab verəcək. Əmirul Müminin buyurur ki, fitnələr üz tutanda onların balasını tanıyın. Fitnələr çoxdur və onların övladları var. Onları tanıyın. Çünki fitnə əvvəl şübhəli, insanda bir şübhə yaradır. Baxın, düşmənin işi nədən ibarətdir? Möminlərin qəlbinə, müsəlmanların arasına şübhə atmaq. Gücü də çatmasa səni yoldan azdırmağa, axır bir şübhə atacaqsın. Get bugün bir Əhl-i Beyt düşməni ilə, bir İmam Hüseyn məktəbi ilə mübarizə aparan insanla yarım saat danış. Sənin üçün İmam Hüseyndən elə danışar, sonda bir kəlmə söz deyəcək, bir şübhə atacaq. Sənin üçün o danışılan sözlər, o adam sənin qəlbində bir yer tutacaq, yaxşı mənada və məcburi şübhəni atıb və onun haqqında başlayırsan danışmağa. Mən o gün Kərbəlayı Sarvan mənə bir video atmışdı, bir belə deyək, Əhl-i Beyt düşməni danışır, İmam Hüseyin elə danışır. Kərbəla vaqiəsindən elə bir Əli Əkbərdən elə danışır. Sonra gəlir Məhərrəm məclisinə bir belə şey yoxdur. Özü də onu mən o olduğu kimi bir 10 dəqiqə təqribi danışır. Elə danışır. Hətta dedi mənə Kərbəlayı, bunu mənə bir mömin atdı. Əhl-i dedi ki, bu düz deyir. Görürsünüz. Fitnə çoxdur, fitnəkar çoxdur. Əmirul Mömin deyir ki, fitnə baş verdikdə onun balalarını, yəni o şübhələri, o insanları tanıyın, onun düşünün. Bu niyə bu qədər tərif deyəndən sonra sonda bir kəlmə söz başladı? Bu qədər tərifin üstünə bir xət çəkdi, səni saldı şübhəyə. Niyə mən şübhəyə düşdüm? Çünki fitnə əvvəl şübhəli görünür, böyüklükdə isə insanları kör və kar edir Əmirul Mömin. Görmür. O nə imam görür, nə peyğəmbər görür, nə Allah görür. Baxın, ateistlər bugün necə şübhə yaradırlar insanların qəlbində.
insanları elə tərzdə şübhələr atırlar, hətta insanı kar və lal edir. Həqiqəti görmür və nəticə etibarı ilə dindən uzaq düşmüş. Mənim xüsusən möminlərə və ruhanilərə, istər əhli şiyə, istər əhli təsənnün olan xidmət edən, indi özləri üçün əgər ixlasla xidmət edənlərdən söhbət gedir. Bugün birinci mübarizəni Allahdan insanları uzaq düşənlərlə aparın. Peyğəmbərin ilk mübarizəsi nə olub mənim əzizlərim? Özü Peyğəmbər ola öz Peyğəmbərliyini insanlara birinci iqrar elətdirməyib, dedizdirməyib. Özü Peyğəmbər ola insanlara deyir ki, la ilahə illallah deyin. Əmirul müminin müharibələrdə də ya Rasulallah, özümüz kimi insanlarla da vuruşub öldürək. Dedi, o qədər vuruş ya Əli, la ilahə illallah deyənə qədər. Demir, mənim peyğəmbərliyimi qəbul edənə qədər. Bugün müsəlmanlar ateistləri saxlayıb, insanları Allahdan uzaq saxlayanı qoyub kənara, onlarla mübarizə aparmırlar. Baxın, nəyin üzərində? Belə məhərrəm məclisi yoxdur, nə bilim, ağır ay yoxdur. Kim çəkib bunu? Kim onun yüngüllüyünü görür? Nə bilim, əgər bütün şəhid olanlar üçün yerə il bu. Bax, bunların düşüncəsi budur. Sənin biri məhərrəm ayının ağır bilir, biri yüngül bilir. Sənin bununla nə işin var? Müsəlmanlar gedib dinsiz olur. Əgər bir ailə başçısı dinsiz olursa, onun övladları da dinsiz böyüyür. Sən niyə gedib bununla mübarizə aparmırsan? Sənin işin bununla olmalıdır. Sənin vaxtının çox hissəsi bu insanlarla olmalıdır. Az hissəsini bugün xırda şeylərə sərf etməlisən. Hansı ələm, belə deyək, evində ya məsciddə qoyan, Allahsız olub məscidə gələn, amma cəmaatı sosial şəbəkədə Allahsız edirlər, elə dəlillər, elə şeylər gətirirlər, elə danışırlar. Bununla mübarizə, sən elmini bu şeylərə sərf edir. Amma əfsuslar olsun, düşüncəsi zəif olan, uzaq görən olmayan, canlıların, deyərdim, Quranın ibarəsini ən pis insanları görmürlər həqiqətləri, eşitmirlər bunları, eşidirlər və görürlər, amma özlərini görməməzliyə və eşitməməzliyə qoyurlar. İmam Cəfər-i Sadiq əleyhissalatu vəssalam buyurur ki, mömin fərasət sahibidir. Mömin o şəxsdir ki, fərasət sahibidir. Fərasətsiz insan kamil mömin ola bilməz. Adi bir şeydə onu belə aldadıb, namazda ona tərkizəcəklər və ya şübhə də atarlar onun qəlbinə. Çünki o Allahın nuru ilə baxır dünyaya, insanlara, cəmiyyətə, hər hansı bir işə. Allahın qəlbinə saldığı nurla haqqı batildən ayırır, fitnələri tanıyır və şeytanın hilələrinə aldanmır. Ayıq-sayıq mömin budur. Ayıq-sayıq mömin bu deyil. Düşmən dediyi sözü o da deşin. Əgər bunu bilin, bir mömin, bir müsəlman, bir əhl-i beyt sevər, elə bir söz deyirsə, o sözü düşmən də deyirsə, bilin ki, həmən mömin, həmən əhl-i beyt sevər, özünü əhl-i beyt sevər də adlandırılsa və ya tanısa, amma onun gözü düşmənin gözü iləndir. Onun gözlüyü düşmənin gözlüyüdür. O gözlə baxır gedən bu proseslərə. Bugün əgər təvəssül məsələsində, bəzən bilmədən olur. Əgər bir əhl-i beyt sevər, düşmən dediyi sözü deyirsə, mən demirəm bunu bilə-bilə edir. Bilmədən xəbəri yoxdur, düşmənin gözlüyünü öz gözünə taxıb, o gözlə uzağa baxır. Şeytanın formalaşdırdığı bir gözlüklə bugünkü gedişata proseslərə baxır. Amma
Möminlər ayıq olaq. Ola bilsin birini sevəsən, birinə məhəbbətin olar. Onun tərəfdarı olasan, onun dinləyicisi olasan. Amma o sənə səhv yol göstərdikdə, təhqirlə o səhvi demə. Normal qaydada onu başa sal. Və ya onu sevəsən, amma haqqı ona desə səhv danışırsan. Sən mənim əzizimsən, sən mənim qardaşımsan, sən mənim canımın bir parçasısan. Amma əzizim, səhv düşünürsən, düşmənin sözünü deyirsən. Düşmən də istəyir möminlər arasında fitnə olsun, sənin sözün də bizi qardaşlıqda vuruşdurub iki cəbhə yaradıb. Deməli bu sözün yeri yoxdur. Bu sözü deməməlisən. Allah yan verə öz izzət-i cəlalına. Allah Teala bizləri həqiqi mömin, müsəlman bəndələrindən qərar versin. İlahi və Rəbbi, sənə and veririk Ali Muhammedin ehtiramına. Bu günlərdə ki, bu belə de fitnə baş alıb, gedir insanları dindən, Allahdan uzaq salırlar. Allah bizləri ayıq-sayıq möminlərdən qərar verir. Pərverdigar-ı aləm, günahkarın duası qəbul olunması, günahlarımızın üzərinə əfv qələm çək, dualarımızı qəbul edə. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Sadaka